gəldi. Gözü gəldi. Yox, mən təsəvvür eləmirəm. Çünki mən uşaqlıqdan bu sənətdə olmuşam. Başqa sahədə mən nə olar? Yəni müğənnilikdə pul qazanmasaydınız, ac olacaqdınız. Mən qurban olum Allaha. Mən o sənətimlə illər uzun hələ məni Allah, yəni sənətim məni dolandırıb, yaşadım. Yox, başqa sahədə heç təsəvvür... Yaxşı, belə deyək də, Rühəngiz xanım sənəti sayəsində nələri qurub? Yox ki, hələ gərək nəsə çoxlu eləyəsən ki, hələ bir dənə Rühəngiz Musəvi var, bəsdir. Qaladadaşın ilk məhəbbəti var, bəsdir. Canım. Hələlik varam, bəsdir. Təbii. O üz-üzdə, o çoxluqla deyil, az olsun, keyfiyyətli olsun. Yəni, mən demirəm, hələ özünə görə, öz yerində oturur, yəni hərənin öz pərəstişkarı var, sevənləri var. Siz belə deyirsiniz, Rühəngiz xanım? İstər sənətdə sevməyənlər, sizə qəbul eləməyənlər. Mənə həmişə deyirlər ki, ay Rühəngiz xanım, mən demirəm, hamı deyir. Deyir, siz belə dəyişilmirsiniz, gözümüzü necə anardı mən. Sizi hələ belə görürük. Bu necə ola? Ay Allah, sən deyəndə, yox, sözümə qüvvət, sualı bir dənə verdiyim. Yəni, sizi gözü götürməyənlər də çoxdur sənətdə. Ola bilməz ki, sizi kimsə, dedim, məndə kimin nə işi var? Mənim heç kəsdə işim yoxdur, axı. Mən deyirəm də, mən gözü toxam, Allah hamının ürəyinə görə hər şeyini qismət eləsin. Yox, əksəriyyəti mən oluram verilişlərdə, istər gənc olsun, özüm mən, həqiqətən, mən əgər istədiyim insandırsa, əgər onu baxmayaraq, cavandır, yaşlıdır, sənəti varsa, özüm mən ürəyimi açıb deyirəm, sənin nə qəşəng sesin var, bəlkə başqaları deməz, onlara da bu xoşdur. Yəni, mən hələlik ki, özümə hörmət görürəm, amma təbii də hər insanı kiminsə gözü götürmür. Mən axır vaxtlar hiss eləmişəm ki, sən demə, məni də kiminsə gözü götürmür, amma düzgün deyir axı. Kimisə deyəndə, konkret ad çəkir. Mən hiss eləyirəm də, mən bunları görürəm də, sadəcə mən... Niyə hamı ad çəkməyə çətinlik çəkir? İstəmirəm, yox, kimin... Sənət aləmində çoxları gözü götürmür. Amma biz, əslində bizim... Amma heç kimdə konkret ad çəkmir. Mən sizə bir söz deyim, əslində biz nümunə olmalıyıq, indiki gənclərə. Biz bir-birimizə hörmət qazanmalıyıq. Mənim də şəxsən inciliyim var kimdənsə. Çox qəlbim qırılıb mənim, amma mən görüncə insana mən onu burada saxlamışam. Mənim yerimdə kim olsaydı, tamam başqa cür eləyərdi. Amma mən durub onu heç vaxt... Yəni, mən heç kəsin qəlbini... Yəni, ad çəkmək istəmirsiniz ki, sabahsı gündə həmin adam çıxır sizin haqqınızda. Çıxıb məndən nə deyəcək? Tamaşaçının, xalqın gözü tərəzidir. Rühəngiz Musəvini görürlər. Sən mənə əsəbləşdirirsən, ha? Yox. Rühəngiz Musəvi bu vaxta qədər kiminsə adını çəkib, kiminsə dalıcı danışıb. Yox, mənə lazım da deyir. Mən niyə görə kiminsə paxıllığını çəkim? Şükür Allaha, mən belə deyəcəm, mən şükür edirəm, bəli, Rühəngiz xanım hələ də sevilir, dəvət alır. Bu 40 ildə mən bunu qazanmışamsa, mən onu gərək qoruyub saxlayam. O mənim üçün çox dəyərlidir. Amma bir çoxlar sizin adınızı çəkir, konkret olaraq çəkir, Rühəngiz Musəvi... Kim mənim adımı çəkir, özünü hörmətdən salır. Bax, açığı deyim sizə. Çünki tamaşaçı da görür, o düzgün deyir axı. Ad çəkmək istəyirlərsə, o qədər var ki, o qədər... Amma bir çoxlar deyir ki, Rühəngiz Musəvi qorxdu cavab vermədi. Qorxur, yox, Rühəngiz xanım özünə sığışdırır. Rühəngiz xanımın mədəniyyəti var. Bildiniz, Rühəngiz xanım heç var, heç kesin. Mən heç nə demirəm. Hər şeyi göydə Allah görür. Qurban olum Allaha. Mənə heç kəs dəyib dolaşmasın. Mən hələ yaxçı insanım. Mən bir dənə onu deyim sizə. Yəni, mənim heç kəsə işim yoxdur, məndə də heç kəsə. Sənət adamları dostu. Niyə qorxmalıyam, şükür Allaha? Niyə qorxmalıyam? Anarı, sən baxıb eləmirsən, mən şükür Allaha, yəni... Dəvət alıram, efirlərə dəvət alıram. Elə olur ki, özləri də baxırlar. Olur insan adı, bir də görürsünüz, Rusça panastroyeniya insanlar. Məndə də o hallar olur, mən də depresiya düşürəm. Mən də, bəli, elə hallar olur, deyirəm, insan adamın ağlını başından almasın. Elə hamının həyatında çornay palası olub, qara. Anar, görürsən, bax, veriş başlamamışdan qabaq gülə-gülə danışır. İndi Rühəngiz xanım... Yox, yəni ağ varsa qarası da var, yəni şirini varsa acısı da. Yəni həyatda hamını. Anar deyib, bəli,